Sayın dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində biz qardaş Türkiyənin tarixinə və milli qüruruna işıq salan, qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olan mühüm bir hadisəni xatırlayacağıq. Mən Ağazadə Yağmur, 7 sinif şagirdi olaraq Çanaqqala zəfərinin tarixi əhəmiyyəti, strateji nəticələri və bu uğurun yalnız hərbi deyil, həm də mənəvi tərəfləri haqqında sizə geniş məlumat təqdim edəcəyəm. 18 Mart tarixi qardaş Türkiyə üçün tarixi bir dönüm nöqtəsidir. 1915-ci ilin bu günündə 1-ci Dünya müharibəsi zamanı Osmanlı ordusu yerli əhali və mütəfəkkir qürurlara qarşısında göstərdiyi misilsiz qəhrəmanlıqla Çanaqqala boğazını müdafiə edərək ölkənin suverenliyini qoruyub. Bu zəfər təkcə hərbi uğur deyil, həm də milli iradənin, vətənpərvərliyin və strateji düşüncənin parlaq nümunəsidir. Tarixi mənbələr göstərir ki, Çanaqqala zəfərinin təmin olunmasında hərbi strategiya və taktik yeniliklər mühüm rol oynayıb. Osmanlı komandirləri tərəfindən tətbiq olunan müdafiə planları və sahilyanı fortifikasiyalar, həmçinin hərbi intizam və əsgərlərin yüksək ruhu bu zəfərin qazanılmasında həlledici amillər olmuşdur. Zəfərin mənəvi tərəfi də az önəmli deyil. Çanaqqala uğrunda canını fəda edən hər bir əsgər yalnız torpaqlarını deyil, həm də gələcək nəsillərin azadlıq və müstəqillik arzularını qorumuşdur. Çanaqqala uğrunda mübarizə həm də milli birlik və həmrəylik nümunəsidir. Hərbi əməliyyatlar zamanı fərqli bölgələrdən gələn əsgərlər bir məqsəd uğrunda birləşərək həm tarixi, həm də mədəni müxtəlifliyi birləşdirən bir vətənpərvərlik ruhu yaratdılar. Bu bizlər üçün mühüm dərsdir. Həm vətənsevərlik, həm birlik hər bir xalqın müstəqilliyinin və təhlükəsizliyinin təminatıdır. Müasir tarixçilərin və hərbi tədqiqatçıların araşdırmalarına görə Çanaqqala zəfəri yalnız Türkiyə üçün deyil, dünya hərbi tarixi üçün də nümunəvi hadisə sayılır. Strateji olaraq dəniz yolunun qorunması, düşmən planlarının alt-üst edilməsi və əsgərlərin yüksək intizamı bu uğurun əsas elementləri kimi qeyd olunur. Həmçinin bu zəfər gələcəkdə milli müdafiə konsepsiyalarının formalaşmasında da ciddi təsir göstərmişdir. Çanaqqala zəfərinin mənəvi və sosial əhəmiyyəti də böyükdür. Bu tarixi hadisə hər bir türk vətəndaşı üçün qürur mənbəyidir. Qəhrəmanlıq və fədakarlıq hekayələri xalqın birliyini gücləndirir, gəncləri vətənpərvərliyə ruhlandırır və milli kimliyin formalaşmasına xidmət edir. Hər birimiz bu zəfərin dəyərini anlamaqla həm tariximizi öyrənir, həm də gələcək nəsillərə örnək göstəririk. Əziz məktəb yoldaşlarım, Çanaqqala zəfərinin ədəbiyyatda, musiqidə və incəsənətdə böyük təsiri vardır. Şairlər və yazıçılar bu qəhrəmanlıq hekayələrini əsərlərinə daxil etmiş, musiqiçilər və bəstəkarlar uğur və qəhrəmanlıq ruhunu melodiyalarla çatdırmışdır. Bu isə göstərir ki, hərbi zəfərlər yalnız döyüş meydanında deyil, həm də mədəniyyət və ictimai şuurda öz əksini tapır. Strateji və tarixi əhəmiyyətindən əlavə, Çanaqqala zəfəri göstərir ki, intizam, birgə məqsəd və fədakarlıq hər bir xalqın həyatında dönüş nöqtəsi yarada bilər. Bu zəfər bizə öyrədir ki, həm fərdi, həm də kollektiv səylər birlikdə yüksək nəticələr gətirir. Əziz dinləyicilər, bugün biz yalnız tarixdən danışmırıq. Biz həm də qəhrəmanlıq, vətənpərvərlik və birlik ideyalarını təhlil edir. Onları həyatımıza tətbiq etməyə çalışırıq. Mən Ağazadə Yağmur, Gələcəyin İşığı FM radiosunun efirində sizə səmimi salamlarımı çatdırır. 18 Mart Çanaqqala zəfəri gününü bir də daha qeyd edir və hər birimizin milli iradə, qəhrəmanlıq və vətənpərvərlik nümunələrini yadda saxlamağa, onları gündəlik həyatımızda tətbiq etməyə dəvət edirəm. Gəlin tariximizi öyrənək, qəhrəmanlarımızı xatırlayaq və gələcək nəsillərə həm tarixi, həm də mədəni irsimizi düzgün çatdıraq.